Necəsən başbalarım? Ay sənin Allah səni qorusun. can, Şefin əhvalım. nətərsən? Allah sənə uzun ömür can sağlığı versin. Qardağı versən? Başsan ya vermirəm. Var. Gördüm siz Allah sizi qorusun. Yaxşı kişisən, Allah şovandırsın. Sağ ol ürəyim, sağ ol. Fəxrlisən, Allah hamd olsun. Gəbdən Fəxrlənməzsinə. Azərbaycan təmsil edirsiniz, yaxşı yola çəkirsiniz valla. Sağ ol, sağ ol. Qarabağ qalsın, üçüncü qazıyam. Hə? Qarabağ qalsın, mən fəxr eləmişsin. Allah hamd Görürsən olsun. kimə? Gəl, gəl. Eyüp qaqa. Nətərsən? Sağ olun müəllim, Allah canınızı saxlasın, yavaş-yavaş. Allah kömək olsun, salamatçılıqda. Dey qardaşlar da gəldi. Allah canınızı saxlasın. Dəstək lazımdır qardaşım, qazi qardaşım. Ha, qurbanlar onların başına dönərəm. Can, Allah canınızı saxlasın. Müsəlmanı ruzunu verən Allahdır. Bəli. Mal məlim ayağı yüngüldür, bırak. Gəlin, gəlin, qarğıdala vəsgəlləri, gəlin. Sponsorlar: Azad Həyat Reabilitasiya Mərkəzi, Azad Yaşayış Özəl Psixiatrik Tibb Mərkəzi. Eyüp Alver gedir. Min bərəkət müəllim, qışdır, min bərəkət, olana şükür. Nə olursa min bərəkət. Nə satırsan sən burada? Qarğıdaldır, lavaşdır, yayda meyvələr satırıq. İndi qış havası, qış olduğuna, meyvələr baha olduğuna indi belə şeylər, qarğıdaldır, meyvədir. Neçə yaşın var? 29. Harda qalsan? Şamaxı rayonu Qaravəli kəndində. Ailəli, subay. Subayam ki, hələ ki subaydır. Sən həm də Qarabağ Bəli, 44 gün, müharibəsində. bəli, 44 günlük Vətən müharibəsinin iştirakçısıyam. Talışkənddə, Suqov, Şamburovda, Ağdərə istiqamətlərində döyüşlərdə iştirak eləmişəm. Fəal iştirak eləmişəm. En salih hərbi hissədə, hərbi hissə komandiri rabitəçisi olmuşam. Aha. Tağım komandiri mavini olmuşam, baş çavuş. Döyüşlərin axırına kimi iştirak edirsən? Bəli, bəli, 29 sentyabr 29 getmişəm, dekabrın 31-i gəlmişəm. Başlayan gündən axır gününə kimi müharibədə olmuşam. Can. Allah sağ Pensiya olsun. alırsa? 80 manat təqaüd alıram. Allah min bərəkət versin. Yəni söhbət təqaüddəndir. Yəni vətənimiz üçün, torpağımız üçün. Yəni vətən ana deməkdir. Yəni vətənimiz üçün, torpağımız üçün döyüşmüşük. Yəni fəxr edirəm ki, mən Azərbaycanda yaşayıram, Azərbaycan torpağında döyüşmüşəm. Bizə 6000 nəfər şəxsiyyət idi. En salih hərbi hissədə yəni səfərbərliklə, daimi heyətlərlə 6000 nəfər şəxsiyyət var idi. Müharibə elə bir şey idi ki, yəni qaçılmaz an idi, qismət idi. Müharibədə elə bir şey idi ki, yəni heç kim özünü sığortaya bilməz ki, mən yaralanmaram, mən şəhid olmaram. Yəni müharibədə yəni elə anlar ki, müəllim o demək olmur da. Yəni onu yaşayan bilir də. O yəni mən burada sizə izah eləyə bilmərəm də. Onu burada necə izah eləyim ki? Onu ancaq yaşayan bilər ki, müharibə necədir da. Yəni orada olan qardaşlarımız, qazi qardaşlarımız, şəhidlərimiz, şəhid ailələrine Allah rəhmət etsin şəhidlərimizə, şəhid ailələrin qarşısında baş əyirəm analarını, atalarını. Bizim Kətçi xalam oğlu şəhid olub, Şixaliyə Fariz. Gizir həm də ki həkim idi. Yəni fərqi yoxdur, idmançılarımız olsun, ya Qarabağda olsun, Lüboy bir şeydə biz qalib olmuşuq. Azərbaycan həmişə qalib olub. İşin gücün adı nədir sənin? Nə İşim işin? mənim ancaq mən 20-25 ildir bu işlə məşğulam. Atamla, qardaşımla, yəni balacalığımla qardaşımın yanında gəlib bu işlə məşğul olmuşam. Allah Qardalı bərəkət versin. satır. Yəni öz halal zəhməti qazanıram, bəli. Eyüp qardaşımızdır bizim. Allah canınızı saxlasın müəllim. Üzü nurlu qardaşımız, gülər üzlü qardaşımız. Çox sağ olun müəllim. Qazi, Allah canınızı Qarabağ saxlasın. döyüşlərinin, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Yaralanmısan yoxsa? Yox, yaralamamışam. Şükür Allaha, sağ salamatsan. Allah canınızı Əlinə saxlasın. ayağın yerindədir. Çox sağ olun. Allah Sizin canınızı kimi saxlasın. qardaşlarla bizlər fəxr edirik Azərbaycan xalqı. Allah canınızı saxlasın müəllim. Mən də sizinlə fəxr edirəm ki, yəni Azərbaycanda yəni belə pis yola, yəni necə bizə pis yola, yəni ki pis şeylər təmsil edən insanları öz yoluna qaytarırsınız. Bəli. Yəni mən ona Sağlam fəxr edirəm, həyata. sağlam həyata qaytarırsınız, bəli. Ki balaca uşaqlarımıza baxır, tövsiyə götürür ki ondan. Yəni ki Nail müəllim belə sağ olsun, köməklik göstərir. Ona görə də bu yaxşı iş görürsünüz. Yəni başqa şeylər çəkmirsiniz ki, yəni başqa şeylər demirsiniz ki, bu yəni bu işi görməyinizdən mən sizinlə fəxr edirəm valla. Ki yəni bu iş yaxşı işdir. İnsanlarımızı, cəmaatımızı, Azərbaycan xalqımızı yaxşı yola çəkirsiniz. Nail mənim bizim fəxrimizdir. Allah cəmi qazilərə can sağlıq, ömür Amin versin. Allah. Şəfa versin. Şəhidlərimizə Allah rəhmət eləsin. Allahın ruhunu qabağına Hikmət, baş əyirik. bir dənə qazi qardaşımızın qarğı dalısından bir dənə dadına bax. Mənim bu gözüm sönür. Bax, qaqa bir dənə ver. Başsız. Bəh, bəh, bəh. Amma düzündür, dadı necə olacaq? Mənim gözüm üstə. Onun tuzlamağından bilirəm ki, bunun zərgər pərgarıdır. Bəli, mən bu iş üçün yetirilmişəm. Can. Nuş olsun. Əla. 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 Peyğəmbəri. Peyğəmbəri. Əla. Valla. Əlin qolun var olsun qardaşım. Allah canını sağ Allah olsun, sənin nuş olsun, ruzu başından Allah xoş töksün. olsun. Yumşaqdır.
Stul qarğıdaldır. Teyyubun qarğıdalısı. Allah canın sağ olsun. Sevdiğin qız var? Yox, Məlik. Yoxdur. Yox. 29 yaşın var, yoxdur. Yox. Ha? Yox, hələ. İnşallah, qismət Yoxdur Allahdan. evlənmək. İnşallah. Yaxşı olar yəqin ki. Toyunda mütləq bizi İnşallah, inşallah. Yaxşı. Başlasın inşallah. çağırırsan, Allahın- gəlir iştirak eləyirik. Allahın köməkliyi mənim. Eyüp qardaşımız subaydır. Bəlkə də baxıb xoşuna gələn subay qızlar olar, ha Eyüp? İnşallah, qismət mənim. Yaxşı olar. inşallah. Evləndirərik, toyunu gələr iştirak eləyərik, çəkərik. Bizim İnşallah. fəxrimizdir belə oğlanlar. Tərbiyəli, qanacaqlı, mərifətli. Allah köməyiniz olsun. Ürəksən, ürək. Sağ olun sizlər. Siz də vallahi həmişə ürəklərdəsiniz. Mən bütün videolarınızı hamısını izləyirəm. Yəni baxıram, yəni mən də sizinlə yəni ürəksiz, Allah canınızı saxlasın. Yəni, Bu çox narkotik gözəl. çəkən cavanlara nə demək istəyərdin? Cavanlara o demək istəyirəm ki, Nail müəllim nə deyirsə, yəni nəyə çəkib işıqlandırırsa, baxırıq hamımız yəni, ürək atırıq, hamımız bəyənmə atırıq, ürəklə yazırıq ha. Nail müəllim nəyə çəkib işıqlandırırsa, hamımız Nail müəllim nə deyirsə, yəni ona qulaq asaq. Yəni ki, narkotik yaxşı bir şey deyil. Yəni ki, görürük də hər göz qabağında çəkdiyimiz insanları görürük ki, yəni narkotikdən nə qədər bacardığımız qədər uzaq durmaq lazımdır. Düzdür, elədir, elədir. Bax bunlarda görsən hikmət Daha var. tanıyıram Hikmət müəllim. Ha, hikmət də görsən sağalıb, 30 Sağalıb, ilin maşallah. narkomanı idi. Şükür Allah. Bəli. Yunus, Rauf, Tanıyıram vardı, mən hamısı tanıyırsan. Hamısı tanıyıram. Baxıram siz yəni paylaşmışsınız, hamısını tanıyıram. Can, ürəyimizsən. Allah canınızı saxlasın mən. Gəlin qaqaş qarğıdalı, gəlin, 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 gəlin. Əvvəlki videonda deyirlər ki, bəs Bəli. belə deyim də, bu niyə burada işləyir, niyə belə yolun qırağında qarğıdalı satır? Bununla bağlı nə demək istəyərsən? Yəni bununla bağlı mənim, yəni ki mən 5 yaşımdan, 6 yaşımdan qardaşımla yəni bu işlə məşğul olmuşam. Can. Yəni ki mən aylıq maaşda yəni 5 aylıq maaşımız yəni bizdə 600 manatdır da uzağı. Yəni mən siqaret çəkirəm, maşın sürürəm. Yəni ki mən o raskodumu 600 manat ilə mənim benzin pulumdur, siqaret pulumdur. Yəni o 600 manatla burada min bərəkət. Öz əlim öz başımdır. Yəni qarğıdalıdır, meyvədir, hər özümüzündür da, öz həyətimizindir, özümüzündür, yerlidir, Şamaxının məhsuludur. Kumarit, qaqa. Buna nə qədər qazanırsan? Allah bərəkət versin müəllim. Ara günlər yəni 30 manat, 40 manat, 50 manat, 6 bazar yaxşı, 5, 6 bazar yaxşı olur, min bərəkət. Yəni olana şükür. Yəni 1 manat da olsa, 100 manat da olsa, 200 manat da olsa min bərəkət. Min şükür Allaha. Gəlin qarğıdalı, əla qarğıdalı. Əla qarğıdalı, gəlin. Gəlin, gəlin, gəlin. Gəlin, gəlin qarğıdalıya, gəlin. Kim adı dayı? Bak sütun qarınalar da. Baxın söz bax. Ağlar sütürlərdir mənim. Buyurun da. İçimiz dolu olsun. Düzdür? Bu qarğıdalıları sən qışdan belə deyim də yaydan saxlayırsan. Yaydan sat Cəlilabadda mənim, ya Cəlilabadda gəlir bizə mal. Yəni meyvəliyə gəlir Cəlilabaddan, meyvəldən də bizə yollayırlar. Bu Cəlilabadda bir dəqiqə yəni parnik əkirlər. Qarğıdalı yəni Amerikan sortdur bu qarğıdalı. Parnikidir. Cəlilabadda bir dəqiqə olur. Şəmkirdə, Cəlilabadda, yəni hansı rayon soyuqdur, oradan qarğıdalı yetişdirirlər bir dəqiqənin özündə. Bəs bu turşuları necə hardan əldə Turşular edirsən? evdə düzəlir. Evdə düzəldirsiniz? Evdə mamam düzəldir. Bəli, hamısı bütün meyvələrin hamısında var. Evdə düzələn turşulardırlar. Yəni özümüz düzəldirik. Mama evdə oturub içdiyi, siz də Mama yəni belə bunlar düzəldir. Yəni bizə qulluq eləyir, biz də gəlib burada yəni işimizi görürük. bəs atan nə? Atam təqaüd alır, 220 manat pensiya alır. Allah 67 yaşı var, anam da 67 yaşı var, atamın da. Qoyun quzu var kənddə. Mənim malımız var. İnək. Sağ olsun, müharibədən gələndən sonra Sosial Müdafiə Naziri 3 dənə inək vermişdi mənə. O saxlayırıq, sağ olsunlar. Balasını satırıq, otunu alırıq, arpasını alırıq, yemin alırıq. Özündəki biraz sütün yeri, qatığın yeri, yəni özümüzə lazım olan qədər yeri olmayandır ki, satırıq. Gəlin qarğıdalıya, gəlin datlı qarğıdalı, gəlin, gəlin qarğıdalıya, gəlin, gəlin. Ya qarğıdalı vəskallar, gəlin, gəlin qarğıdalıya, gəlin. Gənclərə nə demək istəyirsən ay Teyyub? Bax, sən halal zəhmətinlə, soyuqda, istidə, bax yolun qırağında durursan, qarğıdalı satırsan. Bax bizim gənclər var da hansı ki işləmək istəməyən, tənbəl. Bax onlara nə demək istəyirsən? Bilsin müəllim necədir? Yəni mən yetər qədər yəni öz təcrübəmə, yəni öz sahəmdə öz təcrübəmi yaxşı bilirəm də. Yəni ki mən sosial şəbəkələrdə yəni bir evdə axşamlar girib yəni 1 saat, yarım saat baxıram. Amma yazırlar ki iş yoxdur, mən işləyə bilmirəm. Buradan gəldi, oradan getdi. Yəni əziyyət çəkib yəni kim işləmək istəsə, vallahi hər yanda iş var.
Yəni bizim Şamaxda maşallah, yəni iş, yəni fəhlə çatmır, yəni iş çoxdur. Fəhlə çatmır, başqa rayonlardan gəlib Ağsu rayonuna, İsmayılı rayonuna, Qobustan rayonuna gəlib bizim rayonda fəhlə işləyirlər, usta işləyirlər. İşləmək istəyən yoxdur. Bəli, işləmək istəyən üçün hər yanda iş var müəllim. İşləmək istəyirsinizsə, hər yanda iş var. Kim yəni işləmək istəyirsə, halal çörək qazanmaq istəyirsə, yəni ki, özün ailəsini dolandırmaq istəyirsə, kim nə istəyirsə, iş var. Yəni mən oturum evdə mənə heç gətirib heç kim 1 manat verməyəcəksə, deyirsəm iş yoxdur. O iş deyil. Yəni işləyib əziyyət çəkəsən. Sən bu işindən zövq alırsan? Bəli, Allah bərəkət versin. Onu mən özümlə yəni fəxr edirəm ki, halal zəhmətimi qazanıram. Axşam gedəm atamın, anamın yanına, Allah çıx üzü ağ. Yəni ki, burada yəni durub yəni çoxu yəni deyir ki, yəni orada qarğıdal satır. Yəni gəlib burada oturub qarğıdal satır. Yəni 30 yaşına gəlib qarğıdal satır. Yəni mən oyla fəxr edirəm ki, halal çörəyimi qazanıram. Heç kimə demirəm ki, siqaretim yoxdur, mənə 3 manat, 4 manat ver, siqaret alam. Heç kiməsə əylənmirəm ki, mənə siqaret ver, nəsə ver. Yəni evə produkt almaq. Yəni 10 manat olur 1000 bərəkət, 100 manat olur 1000 bərəkət, 50 manat olur, 20 manat olur 1000 bərəkət. Yəni halal çörəyimi qazanıram. Cavan oğlansan da sən kənd yerində qalsan. Əyləncəvi necə keçirirsən? Necə əylənirsən? Maraqlı. Əyləncəmi belə işdən sonra yəni tədbirlər olanda, bura olmayanda əyləncəmi uşaqlarla, yəni sinif yoldaşlarımla, dostlarımla, müharibə yoldaşlarımla gedirik şəhərə, rayonlara, Qəbəliyə, İsmayıllıya. Yəni ki, özümüz üçün yəni 1 gün, 2 gün yəni istirahət edib qayıdırıq. Kənd yerdə axşam yəni evdə yemək yeyəndən sonra uşaqlarla çıxırıq qonşu kənddə çayxana var, orada dəmin oynayırıq. Yəni başqa yox şey yox. İş vaxtı neçədə başlayır burada? İş vaxtı səhər saat 9. Yayda tez başlayır 7-də. Yəni ya isti olur. İndi hava sərin olduğu üçün, soyuq olduğu üçün, şaxta olduğu üçün saat 9-da gəlirik, saat 6-nın yarısı gedirik. Hava qaraldı gedirik evə. Gedirsən. Hə, maşın da sənin də, Bəli, maşın mənimdir. Hə. Əla, əla. Allah canınızı saxlasın. Gel qarğıdalı al girər. Gel, gel. Ha gel gret eləyəcəm sənə, gel. Qarğıdalı gəlin. Gəlin qarğıdalıya, gəlin, 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 gəlin. Gəlin qarğıdalıya, gəlin, gəlin. Əla qarğıdalı. Qardaşımdır mənim. Qardaşımdır mənim, böyük qardaşımdır. Qardaşındır? Bəli, mənim. Böyük qardaşımdır. O da yuxarıda satır. O yuxarıda işləyir. O obyekt oranında Bəli, ən böyük qardaşımdır. Qarğıdanın monopoliyası sizdəyik də. Hə, biz baxırıq da burada. Şurada nə işsən? O, gəl qardaş. Gəl görüşək. Qarşıdan gələn yeni üzüm bu Sağ ol qardaşım. Allah ruzunuzu versin. Salam aleykum. Bizim qardaşımız. Salam. Nətərsən, nə var, nə yox? Vəziyyət. Sağ olun, sizlə belə. Qarşıdan gələn yeni üzüm mübarək olsun. Sağ ol əzizim. Çox sağ olun. Minnətdaram. Siz ki, belənçi vətəndaşları düz yola qaytarırsınız. Allah sizə ömür versin. Allah sizə Sağlam ömür ruzunuzu versin. Çox sağ olun. Böyük qardaşındır, deyil? Bəli, ən böyük qardaşımdır mənim. Mənim balaca qardaşımdır, qazidir özdə. Bilirik. 11 yaş məndən balacadır. 90 Bəs bunu niyə evləndirmirsiniz? evləndirəcək Allah bilir. Sən canım bunu niyə evləndirmirsən fiyan? Ha? Evləndirər Allah qoysa. Bu da Qismət. 29 yaşı var. Allah qoysa bilir evlənən Allahın kömürlüyü. Evi də var, hər bir şey var. Yəni bütün evin də, maşında hər bir şeyin öz əziyyəti ilə eləyib. 96-cı ildən biz yolun qırağında alver eləyirik. Maşallah, əla. Mənim 11 yaşım var idi, 96-cı ildən bax düz Şamaxdan alver eləyirək gəlib çıxmışıq bura biz. 96-cı ildən alver. Allah sizə sağlam ömür versin ki, bütün bu yənçilə vətəndaşları hamısı düzgün yola çəkirsiniz. Allah sizə can sağlığı versin. Çox sağ olun. Çörək var, çörək. Allahın verdiyinə şükür. Şükür Allaha. Can. Biraz indi bahallıq, biz də üstünə bir 20 qəpik, 15 qəpik qoyub satırıq. Amma yayda alırdıq 20 qəpik, 25 qəpik verirdik 3-2 mağazada belə çörək qalırdı. Ay, sağ ol. İndi biraz mal bahalaşıb, hamı alıb vurub xaladenikə, indi biz malı bahallıq. Bahallıq. Çox abırlı uşaqda. Allah sizə ömür versin. Allah can sağlığı versin sizə. Balaca vaxtından belədir, sakin. Bəli. Əziyyətlə böyümüş uşaqlar olmalı biz. Çox əziyyətlə böyümüşük. Allah sizin canınızı sağ eləsin. Allah köməyiniz olsun ki, beləsinə vətəndaşlara köməkli yeyirsiniz. Neçə qardaşsınız? Biz 2 qardaşıq, 3 bacıyıq. Ailəlisiniz hamınız? Bir Mən- dənə subay budur, ha? Hamımız ailəli, bir dənə bu subay qalıb. Yaxın gəl, yaxın gəl. Narahat olun. Ürəksən, ürək. Allah canı qız sağ olsun. tapmaq lazımdır. Toyuna demişəm, bizi mütləq çağır. Allah qoysun. İnşallah mən. Eşitdiniz? Allah qoysun. Allahın köməyi Bu da ilə. mənim bir balaca qardaşım. Bəli, Allah canı bəli, sağ olsun. Allah qoysun. Yaşım var, məndən balacadır. Bəli. Allah canı sağ olsun. Allah sizə ömür versin, sağlam ömür versin hamımıza. Sən xalqımızın Allah ruzusunu bol eləsin. İnşallah Allah görsə
Qazi qardaşımızı toyuna gələcək Nail müəllimlə bir yerdə. Allah İnşallah. qoysun, Allah qoysun. Allah Nail müəllimin canını sağ eləsin ki, İnşallah. sizi kimi insanlara köməklik olur. Amin, amin, amin. Allah kim ki elə yazığa, yetimə əl tutur, Allah onu həmişə uzun versin. Cəmi yaxşılara Allah can sağlığı ömür versin. Həmid müəllimə, Nail müəllimə. Bəli, bəli. Nə qədər bizim üstümüzə Allah- əzizləyən qardaşlar var. Allah ömür versin hamımıza. Allah can sağlığı versin. versin. Gəldilər, gəldilər. Gəlin, gəlin. Gəlin qardaş, gəlin. Al verin, gəlin, gəlin, gəlin. Qarın dolu, gəlin, gəlin. Mən gedim. Gəlin. Sən get ürəyin qurban. Obyekti boş buraxmısan. Allah şu zaman. Oldu. Hörmətli Qarğıdala vəskalları, gəlin. Hörmətli Qarğıdala vəskalları, salam aleykum, verin, salam aleykum, xoş gəlmisən. Qarğıdalı sənin qulluğundadır. Neçə dənə? Neçədir? Ha, sənin üçün havayı. Yox, havayı. Ala bir şeydir, çox uşaqları qala, bırak. Neçəyə verək Qazi qardaşım? 2 manata. 2 manata? Ha, görsən, qaqaş. Yox, 2 manata bax. Ver qardaş, ürəyin neçə istəyir ver. Neçə istəyirsən? Manatdan ver, 2 dənə ver. Ha, manatdan mən sənə 4 dənə verərəm. Yox. Sən mənə 1 manat ver, mən sənə 4 dənə verəcəm. Neçə nəfərsin maşında? Yox, işləmir, hamı işləmir. Ha, neçə 1 manatı? Ver, tələşdir, gedirəm. Gəl. Nuş olsun. Nuş olsun. Sağ ol, sağ ol. Buyur mənim Qazi qardaşım. Sağ ol da. Şükür sənə ay Allah. Allah canını saxlasın. Çox sağ ol. Min bərəkət. Gedək. Şükür sənə ay Allah. Valla. Gəl yenə sənə gəl nəmat eləyim. Allah sənin canını Sağ ol. saxlasın. Allah ömür versin. Sağ ol, Teyop. Sağ olun müəllim. Sağ salamat. Görüşərik. İnşallah gedən evə qonaq olun müəllim. Sağ ol. Buradan da xahiş edirəm. Bu hansı yoldur? İsmail yolu. İsmailli yolu, Qəbələ İsmailli. Bakıdan gələndə, Qəbələdən Bakıya gedəndə gəlin bizim bu qardaşımızdan bazarlıq eləyin, evinə halal çörək aparsın, dəstək olmaq lazımdır. Bu cür əziyyət çəkən qardaşlara. Deyib, Sağ ol. toyunda inşallah. İnşallah Allah qoysa. Allah canını saxlasın. Sağ salamat. Salam olsun. Gəl. Deməli bizim Tevib qardaşımızdır. Bir çox izləyicilərimizin salam aleykum. İzləyicilərimizin sevimlisinə çevrildi. Qısa bir TikTokda video paylaşmışdım. Bir də bunu da istədim ki, YouTube üçün geniş video çəkim. Qardaşımız haqqında balaca da olsa bir xatirə qalsın YouTube'da. Bizim mərkəzdə narkomaniya, alkoqolizm, qumar asılılığı və digər asılılıqdan müalicə almaq olar. 30 ildir istifadəm olub, 3 il, 3 aydır ayıqam. Mən də 35 ildir əziyyət çəkirdim. Bütün ömrümü, günümü, həyatımı kül elədi. Şükürlər olsun Allahın böyüklüyünə ki, bir-iki gündə 2 ildir reabilitasiyadayam, sağalıram. Mənim də 17 il ağır narkotik istifadəm olub. 3 ildir ki, ayıq həyat yaşayıram. Özüm də Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. Gördüyünüz nəticəmi 100-dən 1%-dir. Əgər sizin də ətrafınızda, qohumunuzda, yaxınınızda asılılıqdan əziyyət çəkən varsa, buyurun bizə müraciət edə bilərsiniz. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik. Onu da qeyd edim ki, əməkdar həkim 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorunun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı.